Ucuz eləyir. Sonra ustalar da ucuz işlədirlər. İndi kimsə sexdə hər halda bir usta işlədir. Onu da ucuz işlədir ki, zakazı ucuz götürə bilsin. Aleyküm salam. Sağ olun da. Onu da ucuz işlədir. O da ucuz işlədiyinə görə əvvəl günə bir qapı yığırdı, ona bəs eləyirdisə, bu günlərin qapı yarım, 2 qapı yığmalıdır ki, günün heç olmasa evinə pul aparsın. Ona görə ustaya da normal pul vermək üçün gərək işi də normal danışasan ki, usta da işi həvəslə görsün, normal görsün. Məsələn, bas getsin görməsin. Adicə bax, məsəl üçün bunun böyrünə kvadrat olurdu. İndi bu sadə qapıdır deyə kvadrat olmuşuq. Belə 3 günlük rezin vuruq. Bu kvadratı biri var ki, döyməyib vursun oraya, əyriməyir, bas keçsin, şpaklovka bağlayacaq. Bir də var ki, döysün vursun, o düz olsun orada. Sabahlarım kürəyə falan keçirtməsin. Belə nüanslar çoxdur, mən elə ancaq kvadratını deyirəm. Onun malyarına az alsa, pulu razı, qane eləməsə, o da bas geçsin işləyəcək. Sən bilməyəsən, üstünə kraska ilə bağlayacaq, gedəcək. Ona görə ucuz aşının şorbası olmur. Çalışın, ucuza qaçmayın. Əgər kimsə düzdür, bəziləri var yalından qiymət baha deyir, amma bas keçsin iş görür. Belə nəzarət eləməlisiniz, maraqlanmalısınız. Harasa sifariş verəndə ilk öncə maraqlanın. Əgər görsəz ki, bir yerdə məsələn 200 manatdır, bir yerdə 400 manatdır, yəni o qədər boşu-boşuna fərq ola bilməz. Orada nəsə var ki, o qədər fərq eləyir.